Yel çərşənbəsi haqda az bilinən məlumatlar. Novruz bayramına gedən 4 çərşənbədən biri olan Yer çərşənbəsi bu ildə Azərbaycanda coşqu ilə qeyd olunur. News 24 az xəbər verir ki, su və ot çərşənbələrindən sonra gələn Yer çərşənbəsi qədim inanclara görə torpağa can verən küləklərin əsdiyi, baharın nəfəsinin artıq duyulduğu xüsusi bir gündür. Ənənəyə görə Yer çərşənbəsində əsən küləklər torpağın oyanışını təmin edir, təbiəti canlandırır və məhsuldarlığı artırır. Xalq arasında inam var ki, bu günün küləyi insanın ruhunu təmizləyir, mənfi enerjiləri uzaqlaşdırır. Çərşənbə gecəsində tonqal qalanır və insanlar bu tonqalların ətrafında toplanaraq onun üzərindən atlanır. Yel çərşənbəsinin küləklə bağlı olması sadəcə fiziki təbiət hadisəsi ilə əlaqəli deyil. Külək burada həyat nəfəsi kimi də qəbul olunur. Əsasən qədim İran və Türk xalqları arasında bu çərşənbə geniş yayılıb. Lakin oxşar külək rituallarına Hindistanda Holi festivalı zamanı hətta Şimali Avropa xalqlarında da rast gəlinir. Bəzi inanclara görə Yel çərşənbəsində əsən külək göylərdən yerə mesajlar daşıyır. Bəzi insanlar bu gün də arzularını küləyə pıçıldayır, onun yerinə yetəcəyinə inanır. Keçmişdə bəzi bölgələrdə yer çərşənbəsində evlərin damına çıxaraq küləyə xüsusi mahnılar oxumaq və ya dualar etməyə nənəsi var idi. Bu küləyin xeyir gətirməsi üçün edilirdi. Müasir dövrdə yer çərşənbəsi ənənəvi şəkildə qeyd edilsə də, bəzi yeniliklərlə də müşayiət olunur. Xüsusilə sosial şəbəkələrdə bu günə aid paylaşımlar, rəqəmsal tədbirlər, xüsusi layihələr həyata keçirilir. Bəzi bölgələrdə isə bu günə həsr olunmuş konsertlər və sərgilər təşkil olunur. Etnoloqlar bildirir ki, yer çərşənbəsi yalnız küləklə bağlı deyil, eyni zamanda həyatın dövriyyəsini və yenilənməsini simvolizə edir. Bəzi araşdırmalara görə bu çərşənbə insanların təbiətlə bağını gücləndirən bir mərasimdir.